Bakı-Ağşəhər yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 noyabr prospekti üzərindən Bakı-Ağşəhər layihəsinin Fəvvarələr Meydanı parkını və Ağşəhər bulvarını birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilib. Uzunluğu 234 metr, eni isə 7-13 metr arası dəyişən piyada körpüsü bir aşırımlı olmaqla layihələndirilib. Piyada körpüsü metal tir aşırım qurğusundan ibarətdir və bir ədəd pilon dayaqdan vantlar vasitəsilə asılıb. Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında keyfiyyətli tikinti və dizayn materiallarından istifadə olunaraq icra edilib. Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Dizaynda işlənmiş landşaft isə piyada hərəkətini gözəl bir gəzinti edir. Bu səbəbdən körpü Bakı-Ağşəhərdə piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar körpü vasitəsilə Zaman meydanından, Fəvvarələr meydanından isə Ağşəhər bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər isə gələcəkdə metronun yeni Ağşəhər stansiyasına keçidi təmin edəcək. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərin sevimli məkanına çevirəcək.